Hamıya salam dostlar, kanalıma xoş gəldiniz. Bu günlər biz sizinlə bərabər AFC Mobile 2025 oynayacağıq. Dostlar, 12 gündür də video atamırdım. Yəni Fest 3, DLS 19-da belə şeylər deyərkən, yəni AFC yaddan çıxdı. Ay, bu da qəşəngdir. Və bu arada dostlar, təzə oyunçularımda da var. Məsələn üçün sağ kanatda 106 RV-li Phil Foden, orta sahada da 110 SM-li Pedri. Və 111 də Jamal Musiala. Bunun Livakovic var, amma Livakovic deyəsən Süper Ligdə qapıçılar içərisində ikincidir. Birinci yerdə Musleradır deyəsən. Hə, Musleradır. Qapıçı sıralamasına baxmışam. Birinci, yəni qiymətə görə. Amma Muslera'nın getməyi pis oldu. Deyirlər ki, Galatasaray Emiliano Martinez zat transfer eləyəcək. Vallahi heç mən o transferlərə inanmıram. Çünki Emiliano Martinez məncə transfer eləyənməz. Çünki Martinez o boyda Argentina milli komandasının qapıçısı. Galatasaray gələcək. Aston Villa Çempionlar Liqası maçında oynayan qapıçı. İnanmıram. Hələ Alisson Becker, Ederson zat dedilər, o heç inanmadım. Qapıçıların kralı dostlar məncə Buffondur. Yəni Buffon kimisi yoxdur. Ayda qoymur uzaqlardan vuram. Uzaqlardan qoysa 2 dəqiqə qol vuraram. Qoyur ki də qol vuram. Ayda. Oradan vura biləcəyimi düşünürdün. Bəzi adamlar belədir. Yəni mənim rekordumu keçmək istəyirlər. Yarı sahadan vurmaq rekordumu. Bəlkə dostlar, AFC tarixinə keçdim mən. Yarı sahadan qol vuranda. Dostlar, bu arada AFC-də ən çox gözlənilən bir də güncəllənmə var, oyunçu takası. Həmin güncəllənməni çox adam gözləyir. Yəni məhəllədə 1-2 də uşağa dedim, onlar da mənə dedi ki, ən çox gözlənilən güncəllənmədir. Oyunçu takası. Dedim nə olan şeydir, demə çox qəşəng şeymiş, oyunçu takası. Ürəyim yoxdur. Dedim nə qol vuracaq indi. Amma qol vura bilər. Çünki mən də oradan vurmuşam. Nə qədər? 111-lik qapıçılara, 110-luq qapıçılara. Nə tər qol vurmuşam oradan. Lalım fot. Hər bir də qol olsa da vuraq da. Ayda. Harry. Gol. Buna bir də zəif sən işarəsi də yazaq.
La oğlum bu gol atmaq üçün. Oğlum defans defans. O şükür. Son anda stamp. Köşək. Foden'dan təzə bir atak geliştirirəm. Hoppa. Köşək 2-0. Bu oyundan çıktı yoksa ne oldu? Lalım ne oldu? Mənim də diqqətim qarışdı. Nətər bağdı belə? Lalım bu necə bağdı? Bağa bax sən. Allah, mən belə bir bağ görməmişəm. Yəni AFC-ni daha öncə mən neçə ildə oynayıram. Yəni mən AFC-də belə bir bağ görməmişəm. Necə bağdı elə idi? Hak GG. Buna GG deyirlər. Oğlum internetim de qəşəngdir, nə? Tamdı. Neyse. Al-Nassr'la Galatasaray maçı Adit yazıb. Edit. O 107, 110'luk bu eşi. Oğlum atkı var idi onun gözündə. Ne olur da indi. Oy. Hoppa. Gol vurdum ama offside'dı. Şimdi Doye. Bastoni, Bastoni, Bastoni. Anthony, Anthony, Anthony. Buna biraz zayıf diyeyim ki özüne gelsin de. Yaptı. AFC-də dostlar qapıçılar zəifdir. Hayda, indi də biraz qaçırtdım. Yaxşı dostlar, mənim də kadrom budur. Gördüyünüz kimi təzə oyuncular. 110'luk Pedri. 106'lık da Foden. Yaxşı dostlar,